Deməli, necə ki, BOL tətbiqindən, bu tətbiqdən Dövlət Təhlükəsizlik Xidməti və Bandatların əməkdaşları daxil olmaqla Baş əməlçi İbrahimin atasından alınan rüşvətin izini itirmək istədilər. 2025-ci ilin 8 martı idi da, səhv eləmirəmsə. Yanımda da bir nəfər yerləşdirmişdilər, Saşa adında. Güya ki, bu manipulyasiya iz itirməklə məşğul idim. Hansı proqram təminatı ki, Azərbaycanda fəaliyyət göstərir, xüsusi xidmət orqanının və Daxillər Nazirliyinin icazəsi var ki, öz rəsmi əməliyyatlarında bundan istifadə eləsinlər. Əlavə olaraq Araz tətbiqindən də istifadə eləmişdilər. Bir müddət bundan öncə məni oyuna salaraq Rəsulzadə qəsəbəsinə yerləşdiriləndə bunların əsas məqsədi, orada bir nəfərlə tanış oldum. O da dəlixananın böyük ehtimal nəzdində olan bir şəxs idi ki, xüsusi xidmət orqanında işləyən Vahabi evindəki Vahabi pozğununa rüşvət apara bilsin deyə orada bəzi dəlixanada qeydiyyatda olan şəxslərdən istifadə elədi. Həmin o Vahabi həyasının tumundan əmələ gəlmə, o Alatava ərazisində yaşayan binamus, xüsusi xidmət orqanı əməkdaşı. Hal-hazırda Sima tətbiqinə də belə bir müdaxilə var. Qeyd etdiyimiz kimi son zamanlar WhatsApp vasitəsilə istifadə salınmış giriş cəhdləri artır və s. Bu sadəcə olaraq bu Vahabi ləyaqətsizin, şərəfsizin evindəki Vahabi pozğununa apardığı rüşvətin izini itirmək məqsədi iləndir. Hansı ki, öz növbəsində həmən ləyaqətsiz, həmən şərəfsiz, həmən bu özünü Bakılı adlandıran, özünü Qaqulya kimi göstərməyə çalışan binamus, bir qeyrət. Bizim bu Vahabi Dedxan əməkdaşı hələ də çirkin bəzi oyunlarla məşğuldur. Həmin o əməkdaşdır ki, 2016-cı ildə məni tutturmuşdu və mənim bu dövlət əleyhinə formalaşmış cinayətkar dəstə ilə tanışdığım da belə həyata keçmişdi. Bu özü bir mənalı olaraq ki, nəinki xüsusi xidmət orqanı əməkdaşı adına, həmçinin də ki, bir Azərbaycanlı adına ləkədir. Yəni bu tam bir həyasızlıq nümayişdir, mən hesab edirəm ki, mən dəyərli Mehriban xanıma da dəfələrlə müraciət eləməyimə baxmayaraq, yəni bu şəxslərlə bağlı heç bir tədbir görülmür. Dəfələrlə mən Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin rəisinə, şəxsi heyətinin də vəzifələrindən sui-istifadə edib belə bir qrupirovka yaratmaqları barədə məlumat verməyə baxmayaraq, hələ də mənim məktubum bizim dəyərli generalımıza məruzə olunmur. Bu şəxslər güya ki, manipulyasiya edirlər. Bəzi şəxslərin əli ilə güya ki, törətdikləri cinayətləri hansılar ki, xarici vətəndaşların əli ilə törədirdilər. Bəzi özləri kimi ləyaqətsizlərin əli ilə güya ki, indi bunlar oyun qururlar da. Xaricdən kimlərisə zənglər gəlir. Əslində güya bu şəxslərin xarici bir məlumat ötürmürlər və s. Təbii ki, bunlar manipulyasiya xarakterli, iz itirmək məqsədli mənə çatdırılmış məlumatlardır. Hamısı boş, mənasız məlumatlardır. Sadəcə olaraq bu iz itirmək adlandırılır. Buna da ki, məlumdur ki, onlarda bir o qədər də uğurlu alınmayacaq. Mən ümid edirəm ki, General Əbülfət Rzayev tezliklə öz şəxsi heyəti və bu qrupirovka ilə bağlı tədbirlərini görəcək. Mən buna həqiqətən ümid edirəm. Baxmayaraq ki, mənim 05.07.2025 tarixində Əbülfət Rzayevə ünvanladığım məktubu hələ də ona məruz eləməyiblər. Bu kiber cinayətkarlıq deyil, bu artıq kiber həyasızlıqdır. Bu erməni tumlarından əmələ gəlmişlər. Özlərini Azərbaycanın gələcəyini hesab eləyən həyasızlar, erməni əxlaqı ilə böyümüşlər, erməni pozğunlarından əmələ gəlmişlər. Mən artıq bunlara nə deyim mən? Bu şərəfsizlər, bu ləzgi pozğunları, bu Bakı pozğunun balaları, dəfələrlə adlarını hallandırdığım. Özlərini kim hesab eləyirlər, nə hesab eləyirlər, mən anlaya bilmirəm. Mən əminəm, mən bilirdim ki, bu Bakılılar belə həyasızdılar. Farsdan əmələ gəlmə, Farsdan çönmə Bakılılar. Mən bunu yaxşı bilirdim. Da bu dərəcədə də yox da. Da bu məsələni bu həddə çatdırmaq nəyə lazımdır axı? Bir insan öz vətəndaşının məlumatını xaricə göndərməklə Kapital Bank və digər Azərpost televizyonunu həyata keçirir. Sonra oturub burada vətənpərvərlikdən, kişilikdən danışırlar. Bunu nə həddə düzgün? Bunlar cəsusdurlar. Bu adamlar Azərbaycan ölkəsinin, Azərbaycan xalqının bir nömrəli düşmənləridirlər. Və düşmənləri olaraq da qalacaqlar. Və hələ də həmən bu erməni pozğunun balaları, olsun Kənan, olsun İbrahim, NZS-in direktoru, Salah Sadan ailəsidir və s. ilaxır. Və Azərbaycan dövlətinə qarşı törətdikləri bu cinayətlərlə heç bir cavabdehlik daşımır, heç bir tədbir belə görülməyib. Özlərinə ağıllı sayırlar. Üskü xidmətin əməkdaşlarının Allah bəlasını versin inşallah.
İnşallah ki aldığı rüşvətləri körpələrinin yaslarına xərcləsinlər, əzizlərinin yasına xərcləsinlər. Üskü xidmətinin buradan əməkdaşlara səslənirəm mən. O tərbiyəsizlərə. Məni yalandan e-polis tətbiqinə istiqamətləndirib şikayətlərimi qeydə almırdılar. Cənab nazirdən hər şeyi gizlədirdilər. Oturub indi mənə ləyaqətdən, dövlətə xidmətdən dən vurmaqla deyil. Bütün Azərbaycan vətəndaşlarının məlumatları xaricə gedirdi. Türkiyəyə gedirdi, Ukraynaya gedirdi, Rusiyaya gedirdi. Siz Azərbaycan dövlətinin düşmənlərinin tərəfini saxlayırsınız. Azərbaycanın prezidentinin düşmənlərinin tərəfini saxlayırsınız.